Çinin paytaxtı Pekində dünya miqyasında ən nüfuzlu kardioloji tədbirlərdən biri sayılan Böyük Çin Səddi Beynəlxalq Kardiologiya Konqresi keçirilib. Dünyanın bir çox ölkələrindən dövlət qurumları nümayəndələrinin, alim, həkim, ekspertlərin iştirak etdiyi konqresdə Azərbaycan da təmsil olunur. Bu möhtəşəm tədbirdə iştirak edirik. Xüsusi dəvətlə buraya gəldik. Buraya bizdən başqa Amerikanın, Avropanın, Asiyanın, Yaponiya, Hindistan kimi ölkələrinin, cəmiyyətlərinin rəhbəri də iştirak edir. Belə bir konferansda aktual olan ürəklə bağlı xəstəliklərin müalicəsi, ürək xəstəliklərin müalicəsində süni intellekt, yeni minimal invaziv texnologiyaların inkişafı və tətbiqi kimi mövzularda kollegalarla diskussiyalarımız oldu. Bir çox ölkələrlə yeni tanışlıqlar əldə elədik. Artıq bu ölkələrə Çin kimi, Hindistan kimi, Asiya, Singapur kimi ölkələrə get-gəllər, tələbələrin bura gəlib getməyi, rezidentlərimizin ixtisaslaşması artıq bu əlçatan olur. Yəni ki, bu tip inkişaf, bu tip əlaqələrin qurulması doğrudan da bizim üçün hal-hazırki vəziyyətdə zəruridir. And creating a vision for brighter tomorrows free of heart disease and